Herkese salamlar əziz dostlar. Yenə Həqiqət Axtarışında kanalındasınız. Çoxdanandır video gəlmirdi, bilirəm. Çünki mənim bəzi işlərim var idi, başımda qarışıq idi. Ona görə də çoxdanan video gəlmirdi. Çalışacağam bu gün öz səhvimi örtüm. Yeni video ilə qarşınızdayam. Bugünkü videomuzda inkar edənlərə, yəni kafirlərə etdikləri günahları gözəl göstərən Allahdır yoxsa şeytandır? O haqqda danışacağıq. Bu mövzu ilə əlaqəli bir-biri ilə ziddiyyət daşıyan ayətləri oxuyacağıq. Hansı ki, bu mövzuda çox ciddi ziddiyyətlər mövcuddur. Ayətlərin təfsir açıqlamalarına da baxacağıq. Gəlin başlayaq. Ənfal surəsinin 48-ci ayətinə baxaq. Burada belə deyilir. O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki, bugün insanlardan sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə mən də sizin yanınızdayam. Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki, mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri, mələkləri görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir deyilir. Yəni biz bu ayətdə şeytanın kafirlərə etmiş olduqları günahları gözəl göstərdiyini, açıq şəkildə ifadə edildiyini görürük. Yəni burada inkar edənlərin, yəni kafirlərin etdikləri günahları gözəl göstərən Allah deyil, şeytandır. Bir də şeytanın Allahdan qorxuram kimi gülməli bir istifadə etməsi əsla mümkün olmaz. Çünki bu ifadə Allah ilə şeytanın Adəmin yaradılışı hadisəsində mübahisə edib bağladıqları müqaviləyə tamamilə tərsdir. Bu müqaviləyə görə şeytan qiyamətə qədər insanları yoldan çıxartmağa davam edəcək. Hələ dünya həyatı davam edərkən mən Allahdan qorxuram nə deməkdir axı? Bu artıq karikatura səviyyəsindədir. Sonra da Nəhl surəsinin 63-cü ayətinə baxaq. Burada belə deyilir. Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə də peyğəmbərlər göndərdik. Ancaq şeytan onlara, o ümmətlərə öz əməllərini gözəl göstərdi. Ona görə də şeytan bugün onların dostudur. Onlar üçün ağırlı-acılı bir əzab vardır deyilir. Burada Allah özünə and içərək o kafirlərin, o inkarcıların etdikləri günahları şeytan tərəfindən onlara gözəl göstərildiyini təkrarən deyir. Sonra da Ənam surəsinin 122-ci ayətinə baxaq. Burada belə deyilir. Ölükən diriltdiyimiz və insanlar arasında gəzməsi üçün bir nur verdiyimiz kimsə qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi olarmı? Beləcə etdikləri əməllər kafirlərə gözəl göstərilmişdir deyilir. Yəni əziz dostlar, biz bu ayətdə bunu görürük. Allah kafirlərə etdikləri günahları gözəl göstərdiyini deyir. Çünki ayətin başlanğıcında nə deyir? İnsanlar arasında gəzməsi üçün bir nur verdiyimiz kimsə qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi olarmı deyir və davamında bunu özünün etdiyini bildirir. Sonra da beləcə etdikləri əməllər kafirlərə gözəl göstərilmişdir deyir. Burada göstərilmişdir ifadəsi şeytan nəzərdə tutmur. Çünki ayətin başında Allah burada iki ayrım eləyir. Bunu özünün etdiyini bildirir. Bu ağlınızda qalsın. Sonrakı ayəsi keçək. Sonrakı ayət daha açıqdır. İndi göstərəcəyim ayətdə biz açıq-aydın Allahın birbaşa özünün insanlara etdikləri pislikləri gözəl göstərdiyini dediyini görürük. Bu ayət Nəml surəsinin 4-cü və 5-ci ayətidir və burada belə deyilir. Şübhəsiz ki, axirətə inanmayanların da əməllərini özlərinə gözəl göstərdik. Buna görə də onlar sərgərdən gəzərlər. Onlar üçün pis bir əzab var və axirətdə ən çox ziyana uğrayanlar onlar olacaqlar deyilir. İndi bu ayətə görə kafirlərə inanmayanlara etdikləri işləri gözəl göstərən birbaşa Allahın özüdür. Bunu biz edirik deyir. Əziz dostlar, vəziyyət çox dəqiqdir. İki ayətdə Allahın inkarcıların, kafirlərin etdiklərini onlara gözəl göstərən şeytan olduğunu bildirərkən, digər iki ayətdə bunu edən birbaşa özünün olduğunu bildirir. İndi biz bu ziddiyyəti necə əyib bükəcəyik? Necə söhbəti fırladacağıq? Ona görə də bu ayətlərin insan əsəri olduğunu, bu ifadə fərqliliklərindən, bu tutarsızlıqlardan, bu ziddiyyətlərdən çox dəqiq bir şəkildə anlayırıq. Ona görə də həmişə sizə deyirik ki, Quranı başa düşdüyünüz dildə, Azərbaycan dilində oxuyun ki, bu ziddiyyətlərin mövcud olduğunu görə biləsiniz. İndi biraz təfsir açıqlamalarına baxaq. Bəlkə də təfsir alimləri bu ziddiyyətlərə çözüm yolu tapmışdılar.
Bir baxaq. Ənfal surəsinin 48-ci ayət təfsirinə baxaq. Burada Qurtubi belə deyir: Rəvayətə görə şeytan o gün onlara Süraqə bin Malik kimi cuşum surətində görünmüşdü deyilir. Baxın, Qurtubi təsdiqləyir. Təsdiqləməmək kimi də bir şansı yoxdur. Çünki ayət çox açıqdır. Arxasını oxuyaq. Süraqə isə Bəkir bin Kinaya oğullarından idi. Qureyşlilər Bəkir oğullarının arxa tərəflərindən gəlib ki, özlərinə saldıracağından qorxuyorlardı. Çünki Bəkir oğullarının birini öldürmüşlərdi. Şeytan onlara görününcə bu gün insanlardan sizi yenə biləcək yoxdur şəklində ayəti kərimədəki sözlərini söylədi. Hətta haqq da der ki, Bədir günü iblis onlara sancağı vasitələri ilə gəldi. Qəlblərini asla yenilməyəcəkləri və atalarının dini üzərinə çapışdıqları təlkinləri verdi deyilir. Burada İbn Abbas da eyni şeyi təsdiqləyib. Sonra da Taberi təfsirini oxuyaq. Burada belə deyilir: Ey möminlər, o zaman hatırlayın ki, şeytan kafirlərə Allahın rəsulu və möminlərə qarşı savaşmalarını süslü göstərmiş, yəni gözəl göstərmiş və onlara şöyle demişdi: Bu gün insanların kimsəsi sizə qalib gələcək deyildir. Müstəri olun, sevinin, şübhəsiz ki, mən də sizin yardımcınız olum. Onlara əngəl olurum. Muhammeddən və arkadaşlarından qorxmayın deyir. Yəni uzun sözün qısası, təfsir alimləri də bu ayət haqqında konkret bir şey deyə bilməyiblər, əyib bükę bilməyiblər, söhbəti fırlada bilməyiblər. Bunu olduğu kimi qəbul ediblər. Ona görə belə dostlar, bu da Quran olan insan sözünü oxuyun, öz Azərbaycan dilinizdə oxuyun, başa düşün, ayətləri, surələri bir-biri ilə müqayisə edin, oxuyun və görəcəksiniz ki, qarşınıza çoxlu ziddiyyətlər çıxır. Hər nəsə dostlar, bugünlük bu qədər. Gələn görüşlərdə görüşənədək sağ olun, salamat qalın.